Odur ki, bu dəfə də o güclü bənddir. Cəmil haqqında isə bunu demək olmaz. O, raundun zəif bəndidir. İndi görək komanda çəkici eyni yerə vuracaq, ya yox. Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin. Vaxtıdır. Cəmil. Nicat. Sahib. Sahib. Cəmil. Nicat. Nicat. Cəmil, Bəli, işlərim. kəbin kəsilən zaman bəylə gəlindən başqa sənədə imza atan insanlara rusca nə deyirlər? Svideteli. Və salam da. Bu suala ki, prinzmadan yanaşmaq olar. Mən həyatımda bir dəfə kəbin kəsmə mərasimində iştirak etmişəm. Və mütləq şərt o idi ki, şahidlər gəlin və mənim qohumları olmalı. Mən o prizmadan cavab verirəm. Yox, o mütləq şərt deyil. Dostlar da ola bilər. Mütləq şərt. Özünüzdən qanun çıxartmayın. Mənim fikrimcə mütləq şərt. Gördünüz, rusca nə yaxşı bilirsiniz. Bilirəm. O saat cavab verdiniz. İndi amma Azərbaycanca izah eləyin, Nicatı niyə çıxarırsınız? Oyun gedişatını nəzərə alaraq mənim fikrimcə Nicat heç bir suala düzgün cavab vermədi. Və bu raund zəif bəndi Nicatdır. Yox, oynamağa qalsa o təxminən sizin kimi oynayır. Ola bilər. Və düzgün cavabı da var. Məndə də bir ədəd var, onda da Sizdən də çox banka pul qoyub. ola bilər. Amma raundun zəif bəndinə qalsa, raundun zəif bəndi sizsiz. Etiraz eləm. Sahib, mənə maraqlıdır. Doğrudanmı siz dünyaya gələndə sizin valideynləriniz dəqiq bilirdilər ki, böyüyəndə siz sahibkar olacaqsınız? Nə yalan deyirəm, amma yəni ki, mənim bu atamın dostunun adıdır, mənə qoyulub. Yəni sahibkar olacağımı ağlarına gətirməzdilər bəlkə. Onlar mənə digər vəzifələrdə görmək istəyərdilər. Amma siz hər halda adınızı doğrultdunuz. Təşəkkür edirəm. İndi seçiminizi də doğrultsanız lap yaxşı olar. Sözün aslında qalanda bu raundun zəif bəndi, zəif oyun göstərdim mən. İki asan suala cavab verə bilmədim. Yəni təbii ki, öz adımı yaza bilməzdim. Ona görə seçimi təəssüflər olsun ki, Nicatın üstündə qoydum. Yəni şəxsi heç nə yoxdur. Sadəcə olaraq bir seçim lazım idi. Mən də Nicatın adını seçdim. Nicat, banka çoxlu pul qoymaqla deyil. Ən zəif bənd sizsiz. Xudafiz. İlk iki raund daha ədalətli keçdi və normal çıxış elədim. Banka da demək olar ki, ən çox pul qoyan oyunculardan biri idim. Amma üçüncü raundda bir qədər zəif çıxış etsəm də, məndən də daha zəif oyuncu Cəmil idi. Amma komanda məni çıxartmağa qərar aldılar və demək olar ki, banka pul qoyan oyunculardan birini itirdilər. Və məndən sonra çıxacaq namizəd mən Cəmili görürəm və komandaya mənfi təsir göstərir onların. Dördüncü raund. Siz banka cəmi 1200 manat qoya bilmişsiniz. Məbləğ isə 3000 manat ola bilərdi. 6 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Azər, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Azər, futbol üzrə dünya çempionatını hansı beynəlxalq təşkilat keçirir? FIFA. Düzdür. Məhəmməd. Bank. Liver keçmişdə Almaniyanın pul vahidi olub yoxsa Fransanın? Fransanın. Düzdür. İradəm. Bank. Səməd Vurğunun hansı şeiri çox keçmişəm bu dağlardan misrası ilə başlayır? Azərbaycan. Düzdür. Mirəli. Bank. İmzanın yaxud əl yazmasının dəqiq çıxarılmış sürəti necə adlanır? Faks yoxsa faksimile? Faks. Düz deyil faksimile. Cəmil. Ulduz filmində hansı Amerikan rəqsinin adı çəkilir? Step. Düz deyil Charlestonun. Sahib. Kür-Araz ovalığı dəniz səviyyəsindən aşağıda yerləşir yoxsa yuxarıda? Aşağıda. Düzdür. Azər. Bank. Düzbucaqlının tərəflərinin uzunluğunun cəmisinə nə deyirlər? Perimetr. Düzdür. Məhəmməd. Bank. Qamış çoxillik bitkidir yoxsa birillik? Çoxillik. Düzdür. İradəm. Bank. John Lennon hansı məşhur musiqi qrupunun üzvüydü? Beatles. Düzdür. Mirəli. Bank. Xrom qara metaldır yoxsa əlvan? Qara metal. Düz deyil, əlvan metal. Cəmil. Triest şəhəri hansı ölkədədir? Budapeşt. Düz deyil, İtaliyada. Sahib. Cüt dırnaqlılar ot yeyən heyvanlardır yoxsa ət yeyən? Ət yeyən. Düz deyil, ot yeyən. Azər. Qrammatikanın hansı bölməsi cümlə quruluşunu öyrənir? Sintaksis. Düzdür. Məhəmməd. Bank. Natalya Nikolayevna Puşkinin həyat yoldaşı olub yoxsa Lermontovun? Puşkinin.
Düzdür. İradə. Bank. Hansı kinostudiyanın markası fəhlə və kolxozçu fiqurlarından ibarət abidədir? Mosfilm. Düzdür. Mirəli. Bank. Keçmiş Çexoslovakiyada sayca çexlər çoxluq təşkil edirdi, yoxsa slovaklar? Çexlər. Düzdür. Cəmil. Bank. Nizaminin Bəhramnamə poemasının digər adı nədir? Pas. 7 gözəl, sahib. Tonus sözünün hərfi mənası nə deməkdir? Gərginlik yoxsa sərbəstlik? Gərginlik. Düzdür. Azər. Bank. İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri filmində dəfinə hansı heyvanın ayaqları altında? Şirin. Düzdür. Əhəmməd. Bank. Bunlardan hansında müəllifin təxəllüsü verilmir? Qitədə yoxsa qəsidədə? Qəsidədə. Düz deyil, qitədə, iradə. Qədim Yunanlar hansı mebel əşyasına krabatos deyirdilər? Çarpayı. Düzdür. Mirəli. Bank. Düyünün tərkibində karbohidrat çoxdur yoxsa zülal? Karbohidrat. Düzdür. Cəmil. Bank. Əlkimyaçılıq hansı? Vaxt bitdi və mən sualı sona kimi səsləndirə bilmədim, amma siz son məbləği banka qoya bildiniz. Bu raundda siz banka cəmi 375 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. Nə oyunun axırı görünür, nə də mənim səbrimin sonu deyə ürəyində deyinən kimdir? Kim biliyi aşıb daşmasın deyə ağzını da, qulaqlarını da tıxıyıb. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Bu raundda İradə ona verilən bütün sualların hamısına doğru cavab verib. O, güclü bənddir. İradədən fərqli olaraq bütün sualların qarşısında aciz qalan Cəmil yenə də zəif bənddir. Bəs görək qalan oyunçuların həmrəyliyi kimi oyundan uzaqlaşdıracaq? Səsverdə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Cəmil. 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 Mirəli. Cəmil. Mirəli, özünüzü təqdim eləyəndə dediniz ki, şərqşünassınız. Bəs nə əcəb əlyazmalarla bağlı suala cavab verə bilməmisiniz? Mən araşdırdığım regionlar İsrail və Yaxın Şərq regionşünaslığı və magisterlikdə Cənub-Şərqi Asiya regionşünaslığı. Bunun faksla, faksimilə əlaqəsi yoxdur. Heç əlyazmaların üzünü köçürməmisiniz? Xeyr, yəni şərqşünaslığın bizdə filologiya istiqaməti deyil, siyasi cəhətidir. Yəni mən əlyazma köçürməklə məşğul olmuram. Hal-hazırda necə? Öz ixtisasınız üzrə işləyirsiniz? Bu il bitirmişəm, magisterliyi müdafiə etmişəm. Yəni sentyabrdan doktorantura üzrə davam etdirəcəm şərqşünaslıq üzrə. İnşallah işləyərsiniz və faksimili ilə rastlaşarsınız. Cəmili niyə çıxardırsınız? Cəmil keçən raundda ən zəif bənd oldu statistikaya görə. Bu raundda zəif çıxış etdi. Yəni komanda yekdil olaraq onun adını yazmağı buna bir bizə deyək, göstəricinə dəlalət edir. Dalğalar şaha qalxdı və onu sahilə atdı. Amma Cəmilin nəyə görə mənim adımı yazmağını başa düşmürəm. Sonra soruşarsınız ondan. İradə, Bəxtiyar filminə baxmısınız? Baxmışam. Yadınızdadır da klubun müdürü Ağabala özünü öldürür ki, Bəxtiyar neftçidir. Amma komissiya üzvləri deyirlər ki, yox, müğənnidir. Bax, sizə baxanda nə üçünsə o film yadıma düşdü. Heç cür mən sizi neftçi kimi görə bilmirəm. Neft sənayesində belələri də işləyir. Amma Cəmili niyə çıxardırsınız? Onu da söyləsəz lap yaxşı olar. Cəmilə komanda əvvəlki raundlarda şans verdi. Bəzən o səhv cavablar verirdi, amma bu dəfə artıq sondur. Heç bir suala cavab vermədi. Getsə yaxşıdır. Cəmil, sizə daha şans vermədilər. Ən zəif bənd sizsiz. Xudafiz. Ümumiyyətcə 3-cü və 4-cü raundların nəticələrinə əsasən mən zəif bənd oldum və komandanın seçimi ilə tamamilə razıyam. Lakin buna baxmayaraq, toydan sonra nağara olmasa da demək istəyirəm ki, bu mənim bilik səviyyəmin göstəricisi deyil, sadəcə olaraq oyun alınmadı. 5-ci raund. Siz banka cəmi 1575 manat qoya bilmişsiniz. Məbləğ isə 4000 manat ola bilərdi. 5 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. İradə, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. İradə, aktyor Harrison Ford cavanlıqda dülgər işləyib, yoxsa çilingər? Dülgər. Düzdür. Mirəli. Bank. Argentinalıların ən sevimli rəqsi hansıdır? Tango. Düzdür. Sahib. Bank. Singapur adada yerləşir, yoxsa yarımadada? Yarımadada. Düz deyil, adada. Azər. Bank. Zevs məbədi Yunanistanın hansı qədim şəhərindədir?
Afina. Düz deyil, Olimpiya. Məhəmməd. Brilliantin saç pomadasıdır yoxsa dodaq? Dodaq. Düz deyil, saç, İradə. Puştu və tacik dilləri hansı dilə daha yaxındır? Fars. Düzdür, Mirəli. Bank. Bu dövlətlərdən hansının bayrağında qara zolaq var? Estoniyanın yoxsa Efiopiyanın? Estonya. Düzdür, Sahib. Bank. Gövdəsindəki halqaların sayı ilə ağacın nəyini müəyyən edirlər? Yaşını. Düzdür, Azər. Bank. Əli bəy Hüseynzadə Salyanda anadan olub yoxsa Saatlıda? Salyanda. Düzdür, Bank. Məhəmməd. Biologiyanın orqanizmlə mühitin qarşılıqlı əlaqəsindən bəhs edən bölməsi necə adlanır? Biosfera. Düz deyil, ekologiya, İradə. Ançouz xırda balıqdır yoxsa nəhəng? Xırda. Düzdür, Mirəli. Bank. Göy qurşağında neçə əsas rəng olur? 7. Düzdür, Sahib. Bank. Steffi Graf idmanın hansı növündə Olimpiya çempionu olub? Üzgüçülük. Düz deyil, tenis. Azər. Norveçin paytaxtı hansı şəhərdir? Oslo. Düzdür, Məhəmməd. Bank. Azərbaycanda simfonik muğam janrının yaradıcısı hansı bəstəkardır? Qara Qarayev. Düz deyil, Fikrət Əmirov, İradə. İri həcmli əsərin ixtisarla nağıl olunması necə adlanır? Allegoriya. Düz deyil, parafraz, Mirəli. Görüş yerini dəyişmək olmaz filmində Vladimir Kankin hansı rol oynayıb? Pas. Şərab. Sahib. Suyun duzluluğunun ölçü vahidi nədir? Milligram. Düz deyil, promilli. Azər. Yazıcı Ernest Hemingway neçənci dünya müharibəsinin iştirakçısı olub? Birinci Dünya müharibəsi. Düzdür, Məhəmməd. Bank. Tuncu ilk dəfə hansı qitədə emal ediblər? Misirdə. Düz deyil, Asiyada, İradə. Azərbaycan dilində neçə səsin böyük hərfi yoxdur? 2. Vaxt bitdi, bu düzgün cavab idi. Bu raunda siz banka cəmi 250 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. Özünü müvəqqəti kirayənişin kimi hiss edən kimdir? Kim 40-ında öyrənən, gorunda çalar prinsipi ilə bu gün də heç nə öyrənmək istəmir. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtını. Statistika göstərir ki, İradə yenə güclü bənddir. Heç bir suala doğru cavab verməyən Məhəmməd isə bu raundun zəif bəndidir. Bəs görək komandanı kim tərk edəcək? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Sahib. 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 Məhəmməd. Məhəmməd, müfəttişsiz, doğrunun tərəfdarı olmalısınız. Düzün söyləyin, sahibin neçə səhv cavabı yadınızdadır? Səhv bilmirəm, bir dənə düz cavab verdi. Qalanları səhv idi. Bəs sizin neçə düz cavabınız var? Mənim də elə gəlir, mənim düz cavabım olmadı, boynuma alın. Öz adımı yaza bilməzdim. Ona görə məzmunum. Nə yaxşı ki bu söz var, öz adımı yaza bilməzdim. Amma hər halda səmimi danışdınız. Buna görə də seçiminizi də sizə bağışlayıram. Sağ olun. Azər, niyə Bəli. Məhəmməd yox, sahib? Düzün isə mən belə yadımda qalmışdı ki, onların ikisində də cəmi bir düz cavabdır. Mən də fikirləşdim ki, yəni sahibin oyunu sırf məndən öncə gəldiyini Yaddaşınızla probleminiz var. deməzdim o dərəcədə, amma arada olur. Dediniz, yaddaşımla problemlər arada olur. Olur, kimdə olmur ki? Burada oyunda yenə eybi yox. Mən keçərəm, yoldaşlar keçər. Sağ olsunlar. Bəs həyatda? Həyatda çalışın ki, olmasın. Çalışarıq. Sahib, komanda yekdilliklə qərar verdi ki, ən zəif bənd sizsiz. Xudafiz. Əslində qalanda mən zəif bənd deyildim. Sadəcə olaraq komanda iştirakçıları hamısı birləşərək məni çıxartdılar. Onlar yenə orada həmin vaxtda aparıcı dedilər ki, biz istəmirik sizə əziyyət olsun. Əslində isə mən zəif oyunçu deyiləm. Onlar məni güclü oyunçu bilərək oyundan kənarlaşdırdılar. O ki qaldı pulu aparmaq məsələsinə. Kimin qismətidir, xeyirli olsun, qoy aparsın. 6-cı raund. Siz banka cəmi 1825 manat qoya bilmişsiniz. Məbləğ isə 5000 manat ola bilərdi. 4 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundu güclü bəndindən başlayırıq. İradə, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. İradə, Gürcü müğənnisi Brigvadzanın adı nədir? Nani. Düzdür. Mirəli. Bank. Almaniyanın dövlət rəmzi hansı yırtıcı quşdur? Qartal.
Düzdür. Azər. Bank. Antik dövrün hansı filosofu Olimpiya oyunlarının yumruq döyüşündə iştirak edib? Sakrat. Düzdür. Məhəmməd. Bank. İngiltərə və Fransanın birgə istehsal etdiyi səsdən sürətli sərnişin təyyarəsi necə adlanır? Boeing. Düz deyil, Concorde. İradə. Qanın tərkibindəki hansı maddə orqanizmi xəstəlik törədən mikroblardan qoruyur? Leykosit. Düzdür. Mirəli. Bank. Kürdaşı adası hansı dənizdədir? Xəzər dənizi. Düzdür. Azər. Bank. 1999-cu ildə mini futbol üzrə ilk Avropa çempionatında hansı ölkə qalib olub? Braziliya. Düz deyil, Rusiya. Məhəmməd. Hansı canlını serpentarida saxlayırlar? Zəlini. Düz deyil, İlanı. İradə. Azərbaycan şairi Almaz İldırım hansı ölkədə vəfat edib? İran. Düz deyil, Türkiyədən. Mirəli. Hansı sözün hərfi mənası hava limanı deməkdir? Aeroport. Düzdür. Azər. Bank. 1-ci Pyotr Baron titulunu hansı millətin zadəgən üçün təsis edilmişdi? Almanlar. Düzdür. Məhəmməd. Bank. Neft və Milyonlar səltənətində filmi hansı yazıçının eyni adlı əsəri əsasında çəkilib? Mehdi Hüseyin. Düz deyil, İbrahim bəy Musabəyovun. İradə. Ketçupun vətəni hansı ölkədir? İtaliya. Düz deyil, İngiltərə. Mirəli. Taras Bulba hansı Rus yazıçısının əsəridir? Lev Tolstoy. Düz deyil, Nikolay Gogolun. Azər. Göygölün əmələ gəlməsinə səbəb olan zəlzələ neçənci əsrdə baş verib? 12-ci əsr. Düzdür, Məhəmməd. Bank. Bəstəkar Qara Qarayevin Zəncilərin azadlıq mübarizəsindən bəhs edən baleti hansıdır? İldırımlı yollarla. Düzdür, İradə. Bank. Limpopo çayı hansı materikdadır? Afrika. Düzdür, Mirəli. Bank. Ən sürətli uçan quş hansıdır? Qızılquş. Düz deyil, Şahin, Azər. Rəssam Vincent van Gogh milliyyətcə kim idi? Holland. Düzdür, Məhəmməd. Bank. Vaxt bitdi, amma siz son məbləği banka qoya bildiniz. Bu raundda siz banka cəmi 275 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. Oyun sona doğru getdikcə öz bəxtinə özü də inanmayan kimdir? Kimin ürəyinin güppultusunu bu dəqiqə hətta tamaşaçılar da eşidir. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtı. Qorxursunuz ki, borular tutular, təmizləməkdən dəngə gəlmisiniz, vaxt isə gözləmir. Sizə Tirit Turbo kömək edəcək. O, borular üçün təhlükəsizdir və tutulmanı aradan qaldırır. Cəmi 5 dəqiqəyə. Tirit tutulmanı aradan qaldırır. Tez və təhlükəsiz. Tez ol, bura. Bax. Yalnız keyfiyyətli ingrediyentlər, buğda, süd və şokolad. Barni, dünyanı yenicə kəşf edən balacalar üçün. Sönük və parlaqlığını itirmiş saçlar. Schwarzkopf'dan parlaqlıq inqilabı. Gliskur Million Gloss. İlk dəfə olaraq gücləndirilmiş parıltı eliksiri parıldayan tor yaradaraq inanılmaz göz qamaşdırıcı işıltı verir. Qayçı əvəzinə yeni Gliskur Million Glossu sınayan Schwarzkopf'dan. Yenilik Sio saç boyası indi Proselyum keratinlə, stilistlərlə birgə hazırlanan və sınaqdan keçirilən yüksək effektli peşəkar formol. Dayanıqlı, intensiv parlaq rəng və Proselyum keratin kompleksi sayəsində daxildən güclü saçlar. Ən əsası Siosu adi mağazadan cəlbedici qiymət əldə etmək olar. Yeni Sio saç boyası. Peşəkar saç boyama keyfiyyəti artıq əlçatmaz deyil. Bu dəfə liderliyi Azər əldə elədi. O, raundun güclü bəndidir. Məhəmməd isə yenə də zəif çıxış eləyərək ən zəif bənd oldu. Bəs görəsən oyuna davam eləyə bilməyən kim olacaq? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin. Vaxtıdır. Mirəli. İradə. Məhəmməd. İradə. Məhəmməd, üstünüzdə cib dəsmalı var. Var. Çıxardın alnınızın tərini silin. Xəcalət Tərəməmişəm. təri basıb sizi. Hər halda basmalıdır. Zəif bənd məndim, düzdür. Belə fikirləşirəm ki, finala 3 nəfər qalsaq əgər, sonradan xanımın adını yazmağı istəmirdim. İndidən yazmağı planlaşdırdım, ona görə indi yazdım. Siz elə bilirsiniz ki, siz finala qalacaqsınız? Mən belə fikirləşirəm, bilmirəm.
Bütün hallarda insan ədalətlə hərəkət eləməlidir. Vicdanın səsinə qulaq asmalıdır. Deyin görək niyə çıxardırsınız iradəni? Elə biləm Azər güclü bənd oldu. İndi Miralinin də son cavabı yadımda qalmadı. Deyəsən iradə səhv cavab verdi son 2 suala belə bir fikirlə. Ona görə məcbur olub onun adını yazdım. İndi qoyun mən deyim. Mirəli ilə İradə bu raundda eyni oynayıblar. Hər ikisinin 3 düzgün cavabı, 2 səhvi var. Amma İradə bu raunddan əvvəl 2 raund güclü bənd idi. Bu sizə heç nə demir? Bu indi yəqin xanımdır, yorulub. Sözünüz də yoxdur deməyə. Ola bilər. Mənim də sizlə danışmağa heç həvəsim yoxdur. Mirəli, bu raundun zəif bəndi kimdir? Məhəmməddir, onun adını yazmaq istəyirdim, amma o çətin suala cavab verdi. Çətin suala cavab verməyi onun güclü olmağını göstərir. Mən finala güclü rəqiblə qalmaq istəyirəm. Eləmisiniz indi dayanın dalında. Deyin ki, mən İradə ilə finala qalmaq istəmirdim. Qorxurdum. Xeyr, mən güclü bəndə ən güclü oyunçu ilə finala qalmaq istəyirdim. Onda siz İradə ilə qalmalıydınız və final da maraqlı olardı. Yəni, əgər o ümumi belə deyək, müqayisə apardıqda daha güclü təsir bağışlasaydı, onu yazmayacaqdı. Deməli, İradə layiq deyil idi finala. Dördümüz də layiqik. Yəni, burada seçim aparmaq çətindir. İradə, mən oyunda qalanların əvəzinə xəcalət hissi ilə deyirəm ki, ən zəif bənd sizsiz. Burax. Mən oyuna pis başlamamışdım və inamla irəliləyirdim və hətta özümü finalda da görürdüm. Amma Məhəmmədlə Mirəli mənim arzularımı puça çıxartdılar. Mən də onlara uğur arzulamıram və uduzmaqlarını istəyirəm. Təbii ki, Azər finala vəsiqə qazansın və udsun. 7-ci raund. Siz banka cəmi 2100 manat qoya bilmişsiniz. Məbləğ isə 6000 manat ola bilərdi. 3 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Azər, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Azər, məişətimizdə işlənən qoz bitkisini ruslar hansı ölkənin adı ilə bağlayırlar? Yunanistan. Düzdür. Məhəmməd. Bank. 1937-38-ci illərdə Süleyman Rüstəm hansı teatrın bədii rəhbəri olub? Pas. Azərbaycan Dövlət Dram Teatrının Mirəli. Rusiya Federasiyası tərkibindəki yeganə muxtar vilayət hansıdır? Rostov. Düz deyil, Yahudi muxtar vilayəti. Azər. Məğlub edilməz adlı Amerika filmində John McClane rolunda hansı Hollywood aktyoru çəkilib? Bruce Willis. Düzdür, Məhəmməd. Bank. Qədim Roma legionerləri qalstukdan nə üçün istifadə edirdilər? Pas. Soyuqdan qorunmaq üçün Mirəli. Hansı incəsənət peşəsinin adı fransızca idarə edirəm deməkdir? Kinematografiya. Düz deyil, rejissor. Azər. Fiji dənizi hansı okeandadır? Sakit okean. Düzdür, Məhəmməd. Bank. Macarıstanın pul vahidi nədir? Pas. Forint. Mirəli. Kerç boğazı Azov dənizini hansı dənizlə birləşdirir? Qara dənizlə. Düzdür, Azər. Bank. Qurd oyunu adlanan savaş üsulu hansı dastandandır? Dədə Qorqud. Düz deyil, Koroğlu, Məhəmməd. Dialektika təlimi hansı elmə aiddir? Dialektologiya. Düz deyil, fəlsəfəyə, Mirəli. Çinin ən böyük universiteti hansıdır? Pekin Universiteti. Düzdür, Azər. Bank. 23 saniyə qaydası hansı idman növünə aiddir? Judo. Düz deyil, basketbola, Məhəmməd. Brut hansı spirtli içkinin növüdür? Saxır. Düz deyil, şampanın, Mirəli. Qrafit və almaz hansı kimyəvi elementin modifikasiyasıdır? Karbonun. Düzdür, Azər. Bank. Dəniz heyvanlarını saxlamaq üçün dəniz və okean suları ilə doldurulan hovuz necə adlanır? Akvarium. Düz deyil, okeanari, Məhəmməd. Vaxt bitdi. Bu raundda siz banka cəmi 150 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. Sonuncu körpüdə ayaqları titrəyib büdrəyən kim olacaq? Kimi taleyin yumruğu son addımda yaxalayacaq? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Qalan 3 iştirakçıdan Mirəli raundun güclü bəndidir. Banka pul qoysa da bütün cavabları səhv olan Məhəmməd artıq 3-cü dəfədir ki, zəif bənd olur. Bəs gəlin görək toplanmış pullar uğrunda mübarizə aparmaq oyunçulardan hansına qismət deyilmiş? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Məhəmməd.
Azər. Azər. Mirəli, Bəli. indi Məhəmməd hansı çətin suala cavab verdi ki, onu oyunda saxladınız? Keçən raund Azər adımı yazdığına görə bu raund düşündüm o mənim adımı yazacaq, ona görə onun adını yazdım. Cavabım Bu budur. nə cavablar da siz verirsiniz? Siz oyundasınız yoxsa məhlədəsiz? Yəni keçən raundda o məni kənarlaşdırmaq istədi. Yəni mən zəif deyildim, amma kənarlaşdırmaq istəyirdi. Mən nahaq sizi dindirdim. Mən Aladağdan danışıram, siz Qaradağdan. Bir baxın qarşınızda kimdir? Doğrudanmı mən sizin dediklərinizi qəbul eləyə bilərəm? Kişilər bütün vəziyyətdə səmimi olmalıdırlar. Məhəmməd, bu raundun zəif bəndi kimdir? Mən. Sağ olun ki, bunu deyirsiniz. Heç soruşmaq istəmirəm ki, Azəri niyə çıxardırsınız? Çünki bilirəm niyə çıxardırsınız. Mən də sizin yerinizdə olsaydım və bilim sizin qədər olsaydım, mən də Azərlə finala qalmazdım. Azər, öz cəzanızı çəkirsiniz. Ən zəif bənd sizsiz. Xudahafiz. Bundan öncəki raundda iradə çıxarılanda mən artıq hiss edirdim ki, mən növbəti namizəd olacağam. Çünki son raundlarda ən güclü oyuncu mənlə iradə idi və ümumiyyətlə oyun ərzində ən çox düzgün suala cavab verən mən olmuşdum. Çox təəssüflənirəm ki, belə bir komanda, yəni ki, belə üzvlər olan komandada bir yerdə oynadım. 8-ci raund. Siz banka cəmi 2250 manat qoya bilmişsiniz. Məbləğ isə 7000 manat ola bilərdi. Nəhayət 2 iştirakçı qaldı. Bu raundda cəmi 90 saniyəniz var. Sizin bu raundda udacağınız hər hansı bir məbləğ 2 qat artırılacaq və ümumi uduşa əlavə olunacaq. Toplanan məbləğ son uduş fondu olacaq. Bu raundda da keçən raundlarda olduğu kimi 1000 manat oynanılır. Bu da o deməkdir ki, sizin bu raundda 2000 manat udmaq imkanınız var. Və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Mirəli, bu sizsiz zəif bənd oyununa davam edirik. Vaxt getdi. Mirəli, hepatit hansı orqanın xəstəliyidir? Qaraciyərin. Düzdür. Məhəmməd, Bank. darı hansı bitki fəsiləsindəndir? Düyükümlər. Düz deyil, taxıllar. Mirəli, Qaynana musiqili komediyasının libretto müəllifi kimdir? Pas. Məcid Şamxalov. Məhəmməd, İtalyanlar dəniz quldurlarına hansı adı veriblər? Pirat. Düz deyil, Körsan. Mirəli, Semiramidanın asma bağlarını hansı qədim dövlətin çarı saldırıb? Babilistanın. Düz deyil, Assuriyanın. Məhəmməd, hazırda İranda hansı təqvimdən istifadə olunur? Hicri qəməri. Düz deyil, Hicri şəmsi. Mirəli, Naxçıvan şəhəri hansı rayonla əhatələnib? Pas. Babək rayonuyla. Məhəmməd, 1-ci Napolyon Bonapart hansı adada vəfat edib? Müqəddəs Yelena. Düzdür. Mirəli, Bank. alfer alüminiumla hansı metalın qarışığıdır? Dəmirin. Düzdür. Məhəmməd, Bank. 18-19-cu əsrlərdə Rusiyada bələdiyyə rəisi necə adlanırdı? Monarx. Düz deyil, burqomister. Mirəli, fransız aktrisası Marina Vladi hansı Rus bardının həyat yoldaşı olub? Pas. Vladimir Vysotskinin. Məhəmməd, insanın hansı daxili orqanını kimyəvi fabrik hesab edirlər? Dalaq. Düz deyil, qaraciyərin. Mirəli, Qızıl Qum səhrası hansı qitədədir? Asiya. Düzdür, Məhəmməd. Bank. Vaxt bitdi, amma siz son məbləği banka qoya bildiniz. Bu raundda siz banka cəmi 100 manat qoya bilmişsiniz. Biz bu məbləği 2-yə vurub əvvəlki raundların uduşlarına əlavə edirik. Bu deməkdir ki, bugünkü uduş fondu 2450 manatdır. Sizdən biriniz bu pulu aparacaq. İndi siz bir-birinizə qarşı oynayacaqsınız. Mən sizə 5 cüt sual verəcəm. Düzgün cavabların sayı çox olan oyuncu qalib gələcək. Əgər 5 cüt sualdan sonra hesab heç-heçə olarsa, onda biz qalibi müəyyənləşdirənə qədər oyunu davam etdirəcəyik. Beləliklə siz Mirəli və siz Məhəmməd zəif bənd oyununa davam edirik. Mirəli, keçən raundun güclü bəndi sizsiz. Oyunun qaydalarına görə kimin birinci cavab verəcəyini də siz müəyyən edirsiniz. Məhəmməd cavab versin birinci. Məhəmməd, iki xarici dövlətlə həmsərhəd olan bu rayon Azərbaycanın qərbində yerləşir. Molla Pənah Vaqif, Osman Sarıvəlli və Mehdi Hüseyin bu rayonda doğulub. Azərbaycanda ilk müəllimlər seminariyası burada açılıb. Cins atları ilə məşhur olan həmin rayon hansıdır? Qazax. Bu düzgün cavabdır. Mirəli, bu qoruq Lənkəran-Astara rayonları ərazisində 1936-cı ildə təşkil edilib. Bütün sahəsi meşə ilə örtülmüş qoruğun adı ehtimala görə Xəzər dənizinin qədim adlarından biridir. Talış dağlarının florasını qorumaq və tədqiq etmək məqsədi ilə yaradılmış bu dövlət qoruğun adı nədir? Hirkan qoruğu. Bu düzgün cavabdır.
Məhəmməd, vətəni Cənubi Amerika olan bu tərəvəz tər və konservləşdirilmiş halda yeyilir. Adı İtalyanca qızıl alma mənasını verən sözdən götürülüb. Əvvəllər Avropada onu bəzək bitkisi kimi çiçək ləkkində əkirdilər. Kartofdan sonra ən çox istifadə olunan bu tərəvəz hansıdır? Pomidor. Bu düzgün cavabdır. Mirəli, ot bitkiləri arasında ən sürətlə böyüyən bu bitki əsasən Hindistan və Braziliyada yetişdirilir. Çəkisi 50-60 kiloqrama çatan salxımında 300 ədəd meyvə olur. Onun meyvəsi dünyanın bir sıra kasıb ölkələrində çörəyi və əti əvəz edir. Bu tropik bitkinin adı nədir? Banan. Bu düzgün cavabdır. Məhəmməd, 1986-cı ildə Le Parisien qəzetində çıxan xəbər paytaxt əhalisini sarsıtdı. Xəbərdə deyilirdi ki, hökumət bu gülləni söküb Disneylanddə quracaq. Güllənin yerində isə 1992-ci ildə keçiriləcək Olimpiya oyunları üçün stadion tikiləcək. Aprel zarafatı obyektinə çevrilmiş bu tarixi abidə hansıdır? Eyfel gülləsi. Bu düzgün cavabdır. Mirəli, 1980-ci ildə BBC telekanalı Londonda olan bu tarixi qurğunu elektron növü ilə əvəz edəcəkləri barədə xəbər yaymışdı. 1 aprel olduğunu unudan Britaniya ictimaiyyəti qəzəblənmiş və telekanala öz ehtirazını bildirmişdi. Bəziləri isə bu tarixi yadigarın hissələrini almağı arzulamışdılar. Söhbət nədən gedir? Big Ben saatından. Bu düzgün cavabdır. Məhəmməd, bu kimyaçı 1905-ci ildə Ordubadda anadan olub. Onun əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, 1945-ci ildə akademiya yaradılarkən onun kimya üzrə ilk akademiki seçilib. 1954-58-ci illərdə indiki Bakı Dövlət Universitetinin rektoru olub. Bu akademik kimdir? Yusif Məmmədəliyev. Bu düzgün cavabdır. Mirəli, əvvəllər hərbi mallar satmaqla varlanan bu milyarder sonradan neft sənayesinə nəzarət edib. Onun yaratdığı Standard Oil Tresti 1-ci Dünya Müharibəsi ərəfəsində dünyanın ən böyük neft inhisarlarından birinə çevrilir. Cənab Milyard deyə çağırılan bu Amerikalı iş adamı kimdir? Henry Ford. Henry Ford. Bu düzgün cavab deyil. Düzgün cavab Rockefeller. Məhəmməd, əgər siz bu suala düzgün cavab versəz, siz qalibsiz. Amerikanın Michigan ştatındakı bu şəhərin əsası 1701-ci ildə qoyulub. General Motors, Chrysler, Ford kimi məşhur avtomobil şirkətləri burada yerləşir. Dünyanın avtomobil paytaxtı adlandırılan bu şəhər hansıdır? Detroit. Bu düzgün cavabdır. Məhəmməd, ən güclü bəndsizsiz və 2450 manatla gedirsiniz. Mirəli, siz isə buranı əli boş tərk edirsiniz. Zəif bənd oyununa baxırdınız. Bu sadəcə bir oyun idi. Hələlik. Finalda qalib gələn Məhəmmədi öz qələbəsi münasibətlə birinci təbrik edirəm. O bu qələbəyə layiq idi və 5 sualın 5-nə də düzgün cavab verməklə bunu bir daha təsdiqlədi. Yəni bu da onu göstərir ki, mən onun finala saxlanmağında mənim rolum olmuşdu. Mən ədalətsizlik etməmişəm, zəif oyunçunu saxlamamışam finala. Mən çox sevincliyəm. Deyə bilərəm ki, hamı cavan heyət idi. Bu məbləği hamı apara bilərdi. Ancaq heyif ki, onların da gözü dallarında qalış apara bilmədilər məbləği və onların edə bilməyəcəyini mən elədim və çox uğurlu çıxışım nəticəsində buna nail oldum. Finalda mən də zəif təsir bağışlamadım. Gərgin mübarizə şəraitində keçdi. Azacıq fərqlə irəlidə oldu. Mən hesab edirəm ki, ona düşən suallar müəyyən qədər mənə görə daha asan təsir bağışladı və öz məğlubiyyətinin əsas səbəbini bunda görürəm. Finalın bir addımlığında mən öz qurduğum planla hərəkət elədim. Özüm bilərəkdən zəif bənd göstərdim ki, onlar ikisi də güclü, onsuz da bir qalmayacaqlar. Məni seçəcəklər finala rahat qalib gəlmək üçün. Mən də qurduğum tora Mirəli düşdü və asanlıqla finaldan ona qalib gələrək nəyə qadir olduğumu sübut elədim. Necə deyərlər, sən sadiqli sayır, görün fələk nə sayır. Bugün də inanıram ki, çox gözəl, fərqli